Salam hər kəsə. Bu günləri Python dilində yazılmış proqramın nəticəsinə baxacağıq. Görək nə deyir. S bərabərdir 1 olduqda A-nın qiymətlərini bizə verir. For in range dövrü ilə gedir. Bilirik ki, bu zaman i-nin qiymətləri i bərabərdir 0-dan 2-yə kimi qiymət alacaq. 0, 1 və 2. Aha, biz bunu qeyd elədik və düşürəm aşağı, başlayıram hesablamağa. I-nin 0-cı qiymətində i 0-a aldı. Gəllə. S bərabərdir. S nə idi yuxarıda? 1. 1 üzərinə gələk. A nə? A 0-cı element. A 0-cı elementin nədir? Burada yazıram. 0, 1, 2. A 0-cı elementim 15-dir. 15 elə də 16. Daha sonra i bərabərdir 1 olduqda. O zaman S bərabərdir 16 üzərinə gələk A birinci element. A birinci element nədir burada? 33. Gələm 33. Elə də 49. Daha sonra i 2 olduqda, yəni 2 qiymətini aldıqda A ikinci elementi mənim üçün hesabla deyək. A ikinci nədir? 13. Gələm. S bərabərdir 49 plus 13 bərabərdir 62-yə. Cavabımız 62. Burada cavab D variantına düşdü. Bu qədər.